وقل رب زدني علما. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in, əmmə ba'd. Mən də İlqar müəllimi təbrik edirəm. İlqar müəllim, Allah Azze ve Celle sizi xeyir üzrə cəm eləsin. Barakallahu lekuma ve baraka aleykuma ve cema'a beynekuma fi xayr. Və Allah Azze ve Celle buyurur ki, Kur'an-ı Kerim'de La hayra fi kesirin min necvahum illa men emara bi sadakatin ev ma'rufin ev islahin beynen nas. Bir insanların hiçbir danışığında xeyir yoktur. İnsanların hiçbir danışığında xeyir yoktur. İlla men emara bi sadakatin ev ma'rufin ev islahin beynen nas. Yalnız insanlara sədəqəni, xeyirxahlığı, ma'ruf, yaxşı işləri və həmçinin insanların arasını islah etməkdən başqa. Yəni bu kəlmələrdən, bunlardan başqa insanların danışığında Allah Azze ve Celle buyurur ki, heç bir xeyir yoxdur. Və bu barədə İbn-i Mardavayin Rahimahullahın rəvayət elədiyi Ümmü Habibədən Ümmül Müminin, müminlərin anası olan Ümmü Habibədən rəvayəti var. Buyurur ki, Kullu beni Adem'e kelam İbn Adem'e kulluhu aleyh. Adem evladının bütün kəlməsi onun əleyhinədir. Kelam İbn Adem'e kulluhu aleyh. Adem evladının bütün kəlməsi, bütün danışığı onun əleyhinədir. İlla buyurur ki, ancaq o kəlamdan başqa ki, əmrun bil ma'ruf və nəhyun anil munkar, xeyirxahlığı əmr edib, xeyir işləri əmr edib, pislikdən çəkindirmək və zikrullah və Allah'a zikr etməkdən başqa. Ona görə insan çalışmalıdır ki, harada olur olsun, xeyir danışsın. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər kim Allah'a və axirət gününə iman gətirirsə, ya xeyir danışsın ya da sussun. Və həmçinin Allah Azze ve Celle buyurur ki, Kur'an-ı Kerim'də bu evlilik qaydalarıdır. Yəni toyda bu məsələlərə toxunaq. Və in imra'atun xafet min ba'liha nushuzan aw i'radan fala junaha alayhim an yusliha beynahuma sulha. Əgər o qadın qorxsa ki, ərinin üzünə ağ olar və yaxud da əri onu boşayar,